Yok. Bizim şəhidlərimiz də ordumuzun bir nümayəndəsi idi. Əlbəttə çətindir. Bunlar dik durublar. Analar, atalar. Ancaq siz bir gecə gedin, baxın görün, bunlardan çəkin. Onlara bir təsəlli, sadəcə olaraq bir təsəlli övladın adını əbədiləşdirilməsidir. Başqa bir şey istəmir. Allah bizlərə bir də müharibə qismət eləməsin. Biz bu acı ilə yaşadıq və ölənə qədər yaşayacağıq. Biz çəkdiyimiz acını heç bir valideynə göstərməsin. Bala dərdi çox çətindir. Bu dəqiqə səngərdə olan əskər və zabitlərimiz Allah Teala qorusun. Buna görə ki, onlar bizi xarici düşmənlərdən qoruyurlar. Onlardan da, xarici düşmənlərimizdən də betər olan, içimizdə olan düşmənlərimizdir ki, Allah polislərimizi qorusun ki, bizi o daxili düşmənlərdən qoruyurlar. Allah Teala qazilərimizə şəfa versin. 5 il keçməyinə baxmayaraq qazi hələ də müalicə alan, çətin vəziyyətdə, qantuj olan, ayağını itirən, çox pis vəziyyətdə olan qazilərimiz var. Allah onlara kömək olsun. Allah veteranlarımızın canını salamat eləsin. Ona ki, o veteranlar bizim şəhidlərimizi, qazilərimizi o döyüş meydanından çıxadıblar. Allah dövlətimizə, xalqımıza, millətimizə bir də yaman gün göstərməsin. Müharibənin acısını biz yaşayırıq. Düzdür, Cıdır düzündə rəqs eləyənlər o acının nə olduğunu bilmirlər. Bunlar da bala itirsəydilər, orada rəqs eləyə bilməzdir.